Hər kəs 12 rükət namaz qılarsa, həmin o 12 rükət namazın özündə hər rükətdə Həmd surəsini oxuduqdan sonra 15 dəfə İxlas, Qul Huvallah surəsini oxuyarsa, savablar qazanacaq ki, onu indi qeyd edəcəyim. Əvvəldə namazı deyim, niyyətin belə tuturuq. 12 rükət 2-2-2 qılınır və niyyəti budur ki, Şaban ayının birinci gecəsinin namazını qılıram, qurbətən iləllah. Bu qıldığımız 12 rükət ki, 2-2 qılınacaqdır. Hər 2 rükətdə Həmd surəsindən sonra 15 dəfə İxlas surəsini, yəni Qul Huvallahu Əhəd surəsini oxuyacağıq. Və bu ayda, yəni Şaban ayının birinci gecəsi hər kəs bu namazı qılarsa, Peyğəmbərimiz özü onun haqqında belə buyurur. Allah ona 12 min şəhidin savabını verər. Allah onun üçün 12 ilin ibadət savabını yazar. Allah onu günahlarından anadan olanda dünyaya gəldikdə necə pak idi, onu günahlardan belə çıxardar. Allah ona hər oxuduğu bir ayə ki var, Qur'an-ı Kərimdən oxumuşdur, ona behişdə bir qəsr verər, bir ev, böyük bir ev əta eləyər. Bəli, Şaban ayının birinci gecəsi fəzilətlidir. Bu 12 rükətli namazı əldən verməyək, dediyimiz kimi bu namazı qılaq və həmin gecə Allahdan hacətlərimizi istəyək.